Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan 2026-cı ilin mayında Yerevanda keçiriləcək 8-ci Avropa Siyasi Cəmiyyəti samitində Azərbaycan və Türkiyə prezidentlərinin iştirak edəcəyini gözlədiyini bildirib. Simonyan bunu jurnalistlərə açıqlamasında bəzi Azərbaycan kivlərinin Prezident İlham Əliyevin samitdə iştirak etməyəcəyi barədə yayılan xəbərlərinə cavab olaraq deyib. Vəkillər Kollegiyası Riyaset Heyətinin sədrinin 2 dəfədən çox seçilməsi sahəsində məhdudiyyət ləğv olunur. Vəkillər Kollegiyasının Riyaset Heyətinin sədri hazırda Anar Bağırovdur. O bu vəzifəyə 2017-ci ildə seçilib. İkinci 5 illik səlahiyyət müddəti 2027-ci ildə başa çatır. Ukrayna lideri Volodymyr Zelenski Rusiyanın dərinliklərinə zərbələrin endiriləcəyinin anonsunu verib. Ukrayna prezidenti yaxın vaxtlarda Rusiya Federasiyasına uzun mənzilli zərbələrin endiriləcəyini bəyan edib.